Adam başı 17 manata halal tur. Gəlmiş İsmailiyə. Müdü kəndindəyik. Hava çıxırıq. 2000 metr hündürlükdədir. İlk öncə qeyd edək ki, ayaqqabıları 10 manata, çubuqları isə 5 manata Yoncadan kirayələdik. Heç bir tura qoşulmadan özümüz Mücüdən başlayıb Lahıca qədər 10 saatlıq hiking etdik. Xoş izləmələr. Orada körpü var. Körpüden çekip bir gün geldi. Kullan. Geçebilmirlər. Yukarı yallar olsun. 5 manat, 5 manat. Otomata aklınca adamı gör. Daha 12 kilometrdir getdiyimiz məsafə. 1 saat 40 dəqiqə yol deyil. Qabaqda 9 kilometr çox yolumuz var. Çox yüksəkdir ya. Bu getmə olmur. 2 saatda daxırıq, 6 saat yolumuz var. Çıxsın. 4500 metr gəlmişik. 5000 metr gəlmişik ya. Yuxarıda biraz fasilə verdik. Düşürüyor musa təzdən qalxacaq. Aa, getdilərimiz qaldı. Su da mısan? Cəhəndə cəhən qonağım ol. Çöpçülükte değil bu. Nohorotu deyirlər. Ayağımın altına doldu. 1700 metr hündürlükdəyik. Yolda başqa qrupla rastlaşdıq. Bu qədər yol çıxan bilən varsa gəlsin. Meydan oxuyuruq. Gəl. Ayağın sürüdün tüplü papa oldun. Oh. Artıq 2000 metr tamamladığımız zirvədəyik. İsmailli Mücü kəndi. İndi qalır buranı düşmək. İnşallah sağ salamat.